Bugünkü dərsin mövzusu daxili yanma müəyyən kimi blok sökülməyi, nasazların təyin olunması və yığılmasıdır. Bunun üçün bizə nə lazımdır? Əlcəkdən mütləq istifadə eləməliyik, təhlükəsizlik qaydalarını gözləməliyik, əlimizi zədələməməliyik, mühərrikin hər hansı bir hissəsini əlimizə aldıqda diqqətli olmalıyıq ki, əlimizdən yerə ayağımızın üzərinə düşməsin. Açıq dəstlərlə istifadə edəndə diqqətli olmalıyıq. Qapalı şəraitdəyik, təlim yerindəyik. Buna baxmayaraq mütləq şəkildə təhlükəsizlik qaydalarına riayət etməliyik. Hər hansı bir tələbənin əgər mühərrikin yanına yaxınlaşırsa, mütləq şəkildə yoldaşının əlcəyi almalıdır. Hər biriniz ayrı-ayrı